Aha. Deməli, əməkdaşlıq və kommunikasiya strategiyaları biz bilirik ki, yəni bunlar daha çox qrup və cütlərlə aparılır bu üsul. Əməkdaşlıq və kommunikasiya varsa, demək qrup şəklində aparılır, cütlərlə aparılır, şagirdlərin bir-birinə ünsiyyəti var, qarşılıqlı şəkildə nəyisə müzakirə edirlər və nəticə etibarı ilə bir-birlərindən öyrənirlər. Ümumiyyətlə bu strategiyanın tətbiq olunması zamanı şagirdlərdə hansı təsəvvür formalaşır və şagirdlər bunun vasitəsilə demək nə qazanırlar? Şagirdlər artıq demək qrup şəklindədirsə bir-birlərini dinləməyi, daha sonra dinlədiklərinə əsasən, yəni bir-birlərlə ünsiyyətli olduqları üçün yeni bir arqument gətirirlər, arqumenti əsaslandırırlar, yəni sübut qoyurlar ortaya. Yəni özlərini belə deyək ki, öz fikirlərini müdafiə eləyirlər də, amma bu öz fikrini müdafiə eləmək o demək deyil ki, yəni səhv fikirləri də düzgün formada təqdim etməlidir. Yəni şagird mütləq şəkildə, yəni bu üsulda, ümumiyyətcə bu təlim üsullarında şagird mütləq şəkildə müstəqil araşdırma qabiliyyəti olmalıdır, faktlarla işləmə qabiliyyəti olmalıdır, öz ünsiyyətini qurmaq qabiliyyəti olmalıdır, nə fikirlərini ümumiləşdirmək olmalıdır, fikirlərini ifadə etmək bacarığı olmalıdır, əməkdaşlıq qabiliyyəti olmalıdır və sairə kimi xüsusiyyətləri özündə əks etdirir. Bilik və şagirdlər başa düşürlər ki, bilik təkcə müəllimdən deyil, həm yaşıdları ilə qarşılıqlı fəaliyyət və sual vermə, müzakirə yolu ilə də əldə oluna bilər. Bundan əlavə, sosial və kommunikativ bacarıqlar inkişaf eləyir. Nədir? Məsələn, qrup şəklində gedəndə, məsələn, uşaqlar bir-birinə göz kontaktı qurmalıdırlar. Biri-birindən məsələn dinləmə mədəniyyəti olmalıdır. Dinlədikdən sonra danışma mədəniyyəti olmalıdır. O ancaq dinləyən tərəf olmalıdır. Məsələn, qrup işi aparılanda o demək deyil ki, bir qrupun fəaliyyəti yaxşı olsa, orada passiv olan uşağı da biz yüksək qiymətləndirməliyik. Xeyr. Yəni orada uşaqlar hər biri eyni dərəcədə iştirak etməlidir və müəllim bu prosesə yəni ciddi nəzarət etməlidir. Sonra müəllimlər, sual vermə, uşaqların sual vermə mədəniyyəti olmalıdır. Bunun üçün müəllim də aydın prosedur qoymalıdır. Sinifin idarə edilməsi qaydasında təbii ki, bunlar hamısı qeyd olunur. Prosedur olmalı. Sonra izah etmə olmalıdır. Müzakirə yolu ilə uşaqlarda nəyisə bilik əldə etmək, yəni müzakirə belə deyək ki, şagirdlərdə müzakirə mədəniyyəti formalaşır başqaları ilə. Sonra bundan əlavə məsələn başqalarının fikirlərinə hörmətlə yanaşmalıdır. Birinin məsələn fikirlərini lağ etməməlidir. Ona hörmətlə yanaşmalıdır. Daha sonra müəllimlər məsələn biri-birinin fikirləri ilə razılaşma olmalıdır. O onun dostudur deyə o nə deyirsə o düzgündür. Xeyr. Yəni razılaşmalıdır. Razılaşmama mədəniyyəti olmalıdır uşaqlarda. O demək deyil ki, sərt qaydada münasibət göstərməlidir. Uyğun bir dillə öz fikrini ifadə etməlidir və ifadə etdiyi fikri mütləq şəkildə sübut etməlidir. Bundan əlavə kompromis tapma olmalıdır. Yəni nəsə bir üsul, bir yol tapmalıdır, problem yarandığı anda belə. Sonra şagird öz rolunu qrup üçün vacib olduğunu başa düşməlidir. Yəni başa düşməlidir ki, əgər mən bu qrupda varamsa, yəni mənim istənilən bir fəaliyyətim qrupun qrup üzvlərinin, ümumiyyətcə qrupun inkişafına təsiri ola bilər və ola bilər ki, qrup lideri hər kəsi fərqli cür təlimatlandıra bilər. Biri məlumatı araşdıran tərəf ola bilər, biri qeyd edən tərəf ola bilər, biri məlumatı təqdim edən tərəf ola bilər. Yəni nəticə odur ki, fərqli intellekt həyata baxışı olan, fərqli intellektli şagirdlər bir qrupda birləşərək eyni məqsəd uğrunda mübarizə aparırlar və uşaqda bununla da komandada işləmək bacarığı formalaşır. Komandada işləmək nədir? Məsələn, məktəbə məsələn daxil oluruq, gedirik o məktəbdə müəllimlər var, müəllim heyəti var. Bu özü komandadır. Yəni belə deyək ki, yəni bizim kollektivdə sonradan özümüzü necə aparmağımız elə məktəb təhsilindən başlayır. Məktəb təhsili komanda ilə işləmək bacarığını belə deyək ki, əsası məktəbdən qoyur. Daha sonra biz qəbul oluruq universitetə, yenə də kollektiv içinə düşürük, sonra işə qəbul oluruq, kollektiv içinə düşürük. Ailə mühiti təbii mühit olsa yenə də kollektiv bir mühitdir. Yəni uşaqda artıq məsələn tutalım ki, ailədə görürsüz, ailədə birlik olur bəzən. Bəzən də görürsüz ailələrdə birlik olmur. Birlik olmayan ailələrdə demək ki, o ailə komanda ola bilmir. Komanda olmaq anlayışı yoxdur məsələn ailədə. Məsələn görürsüz ki, müəllimlər var ki, biri gəlməyəndə müəllimlər bir-birlərinin dərsini əvəz eləyirlər və o müəllimin yoxluğunu hiss elətdirmir. Deməli bu müəllimlərin komandada çalışmaq qabiliyyəti var. Amma məsələn hərəsi öz istiqamətinə gedir, deyir mən nə işimə qalıb kimisə dərsini əvəz eləyim, kiməsə kömək eləyim. Yoxdursa, deməli bu halda o müəllimlərdə komandada işləmə qabiliyyəti yoxdur. Təbii ki, çox acınacaqlı bir şeydir. Daha sonra müxtəlif baxışların toqquşması var. Məsəl üçün tutalım ki, bir problem irəli sürülür və komanda daxilində müxtəlif fikirlər ortaya atıla bilər. Müxtəlif fikirlər ortaya atıldıqda da təbii ki, yəni fərqli fikirlər yəni toqquşur, fərqli həyata baxış açıları toqquşur, sonra arqument gətirmək bacarıqları, arqumentlər, fərqli yəni sübutlar ola bilər. Fərqli dəlillər ola bilər ki, yəni bunlar bir-birinə toqquşa bilər və nəticə etibarilə uşaqlar bunu ümumiləşdirib bir nəticə çıxartmalıdırlar. İndi müəllimlər diqqət eləyək, əməkdaşlıq və kommunikasiya strategiyaları hansılardır? Beyin həmləsi, Sokrat dialoqu, karusel, dəyirmi masa, düşün, cütləş, bölüş, paylaş üsulu. Bəs gəlin görək indi bunlara bir-bir baxaq. Beyin həmləsi üsulu burada qeyd olunur ki, qrup formasında keçirildikdə sürətli ideyaların yaranmasını və sərbəst fikir mübadiləsini ifadə edir. İndi gəlin diqqət yetirək, görək, yəni beyin həmləsi bunu nə dərəcədə bacarır. Beyin həmləsi üsulu haqqında məlumat vermək istəyirəm. Beyin həmləsi üsulu 1953-cü ildə Osborn tərəfindən, Amerika psixoloqu Osborn tərəfindən irəli sürülmüşdü və burada əslində bu beyin həmləsi üsulu əsasən daha çox qrup işi formasında aparılır. Amma bunun özünün növləri var. Strukturlu, struktursuz, qrup işi formasında aparılan, fərdi aparılan, belə deyək ki, interaktiv demək beyin həmləsi bunları əhatə edir və eyni zamanda əks düşüncəli beyin həmləsi var. Amma bu gün təlimdə istifadə olunan beyin həmləsi üsulu daha çox qrup işi formasında aparılır. Yəni qrup işi formasında müxtəlif fikirlər ortaya yığılır. Deməli bu üsula görə, yəni necə tətbiq olunur? Müəllim bir açıq tipli, yəni çoxlu cavabı olan, açıq tipli sual necədir? Çoxlu cavabı olan sual verir və sual əsasında qruplar, məsələn deyək qrup işi formasında aparırsınızsa, niyə görə deyirik qrup işi formasında? Çünki sinifdə 45 şagird varsa, siz təsəvvür edin ki, 45 dənə fikir var. Onların hamısını lövhədə qeyd etmək var. Nəticə etibarilə onları sonra ümumiləşdirmək var. Amma qrup işi formasında aparılanda qruplar özləri öz aralarında fikirləşəcəklər
1-2 fikir ortaya atacaqlar. Nəticə etibarilə 45 dənə fikir əvəzinə onun yarısı. Siz təsəvvür eləyin 45 dənə fikrin içərisində ümumiləşdirib ən uyğununu seçmək hara? Yəni qruplar, məsələn deyək ki, 4 dənə qrup, 5 dənə qrup daxilində onların irəli sürdüyü fikirlərdən ən uyğununu seçmək hara? Təbii ki, zaman etibarilə ən uyğunu hansı olar? Təbii ki də qrup işi formasında aparmaq. Ona görə də deyilir ki, beyin həmləsi üsulu daha çox qrup işi formasında aparılır. Bəli, şagird sayı az olan məktəblər var. Bu, demək hansı formada? Yəni fərdi iş formasında, bəzən cütlərlə iş formasında da aparıla bilər. Və qeyd olunur, burada aşağıda da qeyd olunur ki, fərdi iş formasında da aparıla bilər. Amma qeyd edək ki, müəllimlər, bu şagird sayı az olduqda daha çox əlverişli ola bilər. Deməli, açıq tipli bir sual verir müəllim, qruplar deyək ki, öz fikirlərini irəli sürürlər və burada deyək ki, beyin fırtınası yaranır. Beyin fırtınası nə deməkdir? Yəni müxtəlif fikirlər ortaya, demək saçılır, ortaya atılır və burada əsas üsullardan biri odur ki, bu şagirdin özünə inamını artırır. Ümumiyyətcə əməkdaşlıq və kommunikasiya strategiyalarının üstün cəhətlərindən biri də ondan ibarətdir ki, şagirdlərdə özünə inamı stimullaşdırır. Bax elə bax burada da var. Burada nədir? Şagirdə özünə inam hissini stimullaşdırmaq, həmçinin insanlar arasındakı əlaqəni formalaşdırmaq. Hansı ki, şagirdə formalaşdıran bacarıqlar hissəsində burada qeyd olunur. Yəni bu nə deməkdir? Uşaq əgər qrup daxilində varsa, o da bilir ki, onun fəaliyyəti qrup üçün vacibdir. Ona görə də burada uşaqların heç bir fikri mühakimə olunmur. Heç kəs onlara yuxarıdan aşağı baxmır. Heç kəs onların belə deyək cavablarına gülmür və uşaqlar başa düşürlər ki, onların fikirləri qrup üçün vacibdir. Və ona görə də mümkün qədər çox fikirlər toplanır. Nəticə etibarilə müəllim həmin fikirləri lövhədə yazır. Lövhədə yazdıqdan sonra isə ümumiləşdirilib problemə, yəni açıq tipli sual var ki, yəni problem müəyyən olunub ki, həmin problemə uyğun olan bir həll yolu seçilir. Yəni şagirdlərin dedikləri həll yolları arasında. Yəni burada ön yarğı yoxdur, heç kəsə yuxarıdan aşağı baxmaq yoxdur. Şagirdlər hər biri istədikləri qədər fikir qeyd edə bilərlər. Daha sonra, yəni qeyd eləyək ki, bunlar şagirdə hansı bacarıqlar formalaşdırır? Müəyyən situasiyalardan çıxış yolu tapmaq, yəni bacarığı formalaşdırır. Şagirdlərə məntiqi tənqidi təfəkkür formalaşdırılır. İndi qeyd eləyək ki, məntiqi təfəkkür nədir? Problemlə bağlı uşaqlar fikir yürüdürlər. Bu nə olur? Məntiqi təfəkkürdür. Yəni əlaqə yaradırlar, suala uyğun əlaqə yaradıb bir fikir ortaya atırlar. Tənqidi təfəkkür bunun harasındadır? Müəllim lövhəyə qeyd etdikdən sonra həmin problem həllərini qeyd edəndə uşaqlar özləri də düşünüb ən səmərəli həll yolunu ortaya qoyurlar və eyni zamanda qrup daxilində müzakirə apararkən, məsələn deyək ki, 5 uşaqdır qrup daxilində, o 5 uşaqda 5 dənə həll yolu deyir və onlar özlüklərində müzakirə eləyirlər. Müzakirə etdikdən sonra ən məsələn deyək ki, səmərəli olandan ikisini ortaya qoyurlar. Siz bilirsiniz ki, məntiqi təfəkkür daha çox faktlarla işləyir. Tənqidi təfəkkür isə dəyərli müəllimlər, daha çox təhlil üzərində işləyir. Təhlil gedir burada. Ən səmərəlisini, ən vacib olanı, ən uyğun olanı müəyyən etmək, bu artıq tənqidi təfəkkürün payına düşür. Sonra şagirdlərdə dedik özünə inam hissi formalaşır, şəxsi ifadə tərzinə istiqamətləndirmə. İndi qrup üzvlərindən kimdirsə, qalxır öz fikrini ifadə eləyir. Məsələn, nitqi yaxşı olmalıdır. Müstəqil düşüncə inkişaf edir. Şagirdlər hər biri başlayırlar, yəni problem ətrafında düşünməyə və bu da onlarda belə qeyd eləyək ki, yəni müstəqil düşüncə. Yəni şagirdlər artıq problemin həlli ilə bağlı nəsə bir fikir ortaya atırlarsa, deməli bu onlarda müstəqil düşünməni inkişaf etdirir. Sonra müəllimlər, burada var Sokrat dialoqu. İndi gəlin baxaq görək bu Sokrat dialoqu nədir? Sokrat dialoqu burada qeyd olunub ki, sual-cavab əsasında arqumentlərin əsaslandırıldığı və dərinləşmiş dialoq qurmağa imkan verir. Yəni sual-cavab texnikasıdır. Burada da sual-cavabdan istifadə olunur. Arqumentlərin əsaslandırıldığı. Əgər şagirdlər hər hansı bir fikir, cavab ortaya qoyurlarsa, bu cavab ortaya qoyan zaman onu əsaslandırmalıdırlar ki, niyə görə deyir bunu. Sonra bu da şagirdlərdə dialoq qurmağa imkan yaradır. İndi gəlin baxaq Sokrat dialoqunun imkanlarına. Sokrat dialoqu sual-cavaba əsaslanan bir strategiyadır. Baxın buradakı açar sözlər var. Mən bunlardan soruşuram sizə əslində. Bu strategiyanın əsas iş prinsipi suala verilən cavabdan müəllimlər yeni bir cavabın çıxarılmasıdır. İndi baxın bu üsul necə gedir və bunu aydın tərzdə izah etmək istəyirəm sizə. Yəni oxumaqla biz bunu başa düşməyəcəyik. Yəni izaha da diqqət etmək lazımdır. Deməli, bu Sokrat üsulu necə həyata keçirilir? Bu üsul adətən ilk dəfə keçirilərkən və şagirdlərdə vərdiş formalaşdırana qədər prosesi müəllim icra edir. Necə icra edir? Birinci müəllim açıq tipli sual verir uşaqlara. Məsələn, tutalım ki, ədəbiyyatdan mövzular necə düşür proqram? Birinci məzmun üzrə iş düşür, sonra təhlil üzrə iş düşür, sonra məsələn şeirdirsə onun ifadəli oxusu da düşür. Uşaqlar deyək ki, məzmunu mənimsəyiblər, indi də gəlirlər təhlil mərhələsinə. Təhlil mərhələsinə gələndə müəllim uşaqlara sual verir. Tutalım ki, uşaqların heç bir bacarığı yoxdur Sokrat dialoqu ilə bağlı. Müəllim uşaqlara sual verir. Sual verəndən sonra uşaqlar cavab verir. Cavab verir. Cavab verir. Prosesi burada artıq müəllim idarə eləyir. Müəllim idarə eləyir. Uşaq cavab verdi. Cavab verir, əsaslandırır ki, mən niyə görə belə dedim. Deyəndən sonra uşağın verdiyi cavabdan müəllim yeni bir sual formalaşdırır. Yenə də opponentlərə, yəni dinləyicilərə, şagirdlərə müraciət eləyir. Sualı verən burada fiqur ancaq müəllim olur. Amma zaman etibarilə uşaqlarda vərdiş formalaşanda, uşaqlar artıq belə deyək ki, özləri prosesi idarə edirlər. Yəni zaman etibarilə müəllim rolu uşaqlara verə bilər. Amma o demək deyil ki, burada yəni proses ancaq uşaqların əlində olur. Müəllim prosesdən kənarda qalır, gedib yazı yazmalıdır, deyək ki, telefona baxmalıdır. Xeyr. Müəllim prosesi idarə etməlidir. İndi gəlin görək necə idarə edir müəllim prosesi. Birinci müəllimlər aşağıda şagirdlərin rolu hissəsi var. Orada qeyd olunub ki, müraciət olunduqda çəkinmədən şagirdlər öz fikirlərini bildirməlidirlər. Verilən suallara mümkün qədər aydın, dəqiq şəkildə özlərini ifadə etməlidirlər. Cavabın bütün sinifə ünvanlamalıdırlar. Yəni bu da şagirdlərdə özünə inam formalaşdıran üsullardan biridir. Müzakirə proseduruna riayət etməlidirlər uşaqlar və sinifdə vaxtından effektiv istifadə etməlidirlər. Və bir də dəyərli müəllimlər, bu üsulun əsas xüsusiyyətlərindən biri də odur ki, şagirdləri burada müzakirəyə cəlb eləməkdən məqsəd hər hansı bir problemin həlli deyil. Məqsəd şagirdləri sual-cavaba cəlb etmək, dialoqa cəlb etməkdir. Yəni müzakirəyə cəlb etməkdir. Yəni burada Sokrat dialoqu üsulu hər hansı bir problemin həll edilməsinə ötəri deyil. Məsələn, insert metodu, insert üsulu hər hansı bir problemin həllinə köklənmişdir. Deyək ki, Sinkveyin
etdiyin qərarlar ağacı problemin həllinə yönəlmiş. Amma Sokrat dialoqu problem həllinə yönəlməyib. Sokrat dialoqu sadəcə olaraq uşaqları dialoqa, müzakirəyə cəlb eləyir, onları sual-cavaba aparır, belə deyək, müzakirəyə cəlb edir. Yəni burada problem həll etmir bu. Yaxşı, bəs görək necə reallaşdırılır? Əvvəlcədən mövzuya uyğun əsas suallar müəyyən olunur. Müəllim açıq sualla başlayır. Sonra şagirdlər demək, təbii ki, sinifdə məsələn tutalım ki, paralel sinifləriniz var sizin. Paralel sinifləriniz 2 dənə 5-lərdir. Məsələn, sinifin biri səviyyəsi yaxşıdır, birinin biraz zəifdir. Siz, yəni güclü sinifə görə sual hazırlamalısınız, zəif sinifə görə ayrı sual hazırlamalısınız. Yəni bunları qarışdırmaq olmaz. Təbii ki, Könül müəllimə siz sertifikasiya imtahan verəcəksiniz inşallah və orada siz hüquqi savadlıq bölməsini keçəcəksiniz və bundan əlavə dövlət standartları sənədi var ki, ümumi təhsil məzmunu ilə bağlı verilən biliklər uşaqların yaşına, yəni ümumi təhsilin məzmunu, yəni dərsliklərdə verilən mövzular uşaqların məzmunu, yaşına, dünya görüşünə uyğun olmalıdır. Beləliklə müəllimlər öz fəaliyyətlərini də o cür qurmalıdırlar. Sonra demək şagirdlərə cavab verməkdən ötəri 5-10 saniyə gözləmək lazımdır. Həmən kimsə əlini qaldırdı, onu yox. Yəni bu uşaqlara vaxt verib gözlətmək və uşaqları inkişafa qapalı düşüncə tərzinə sala bilər və mən bacarmıram düşüncəsini formalaşdıracaqdır. Ona görə də gözləmə vaxtı verilməlidir. Bax bu üsulda var. Müzakirədən kənara çıxmaq və diqqətli yayındırmamaq. Uşaq var ki, görürsən ürəklənir, hər hansı bir əhvalatdan başlayır danışmaq istəyir. Müəllimə mən falan vaxtı ver. Yox, müəllim orada təlimatlandırmalıdır ki, xeyr, mövzudan kənara çıxmaq olmaz. Çünki bu bizim vaxtımızı apara bilər və uşağa necə münasibət göstərə bilərsiniz? Ola bilər ki, indi inşallah sizə və yaxud da bizə, mən də daxil olmağına sual verərlər ki, müsahibə mərhələsində və siz həmin anda uşağa nə edərsiniz? Məsələn, siz uşağı acılamamaq şərti ilə deyə bilərik ki, uşağa mən səninlə söhbət etməyi çox istəyirəm, amma indi dərsdir. Dərsimizin müəyyən bir vaxtı var. Vaxt bitdikdən sonra nə vaxt istəsən, müəyyən bir vaxt müəyyən eləyərik, səninlə çoxlu söhbət eləyərik dərsdən kənar. Yəni uşağı incitmədən, uşağa ağır söz demədən, bilirsiniz də, yəni uşaqlar hal-hazırda yəni mövqeyi çox güclüdür. Çünki təhsil onlara yönəlib də. Biz artıq yəni gələcəkdə elə bir özünə inamlı şəxslər yetişdirməliyik ki, onlar gələcəkdə özünə inamlı olsunlar və yəni təbii ki, əbəs yerə deyilmir ki, uşaqlar bizim gələcəyimizdir. Biz öz gələcəyimizi stresli, acılanmış, aşağılanmış insanların üzr istəyirəm, əlində yox, həyata inamı olan, gözəl fikirli insanların belə deyək ki, ümidinə qoymalıyıq. Ona görə də müəllim də proses zamanı bacardığı qədər maksimum motivasiyalı şəkildə uşağı bu şəkildə mövzuya yönəltməlidir. Sonra vaxtaşırı gördünüz müəllimlər, müzakirə varsa orada ümumiləşdirmə də var. Çünki dərsin vaxtı var da, bitməlidir 45 dəqiqə. Deməli, bu proses necə yekunlaşır? Prosesi müəllim sonlandırmaqdan ötəri əgər müəllim aparırsa və vaxt verilir də ümumilikdə Sokrat dialoquna, vaxt bitənə yaxın müəllim nə etməlidir? 1-2 qapalı sual verərək prosesi açıq sualla başlayır. Sokrat dialoqu açıq sualla başlayır, qapalı sualla bitir dəyərli müəllimlər. Müzakirəyə mümkün qədər daha çox şagird cəlb etmək lazımdır ki, bu da şagirdlərin təbii ki, yəni ünsiyyətə cəlb etməkdir də, yəni şagirdlərdən ötəridir. Sonra müəllimlər gəlir karusel üsulu, şagirdlərin qrup şəklində. Bax görürsüz, qrupla aparılan üsullardan biridir. Şagirdləri qrup şəklində mövzunu müzakirə etməsinə şərait yaradır. Ən maraqlı üsullardan biridir. İndi gəlin baxaq görək bu üsul necə aparılır. Birgə öyrənməni və yoldaş qiymətləndirməsini təmin edir. Bax müəllimlər, deməli karusel üsulunu açar məqamlarından biridir. Birgə öyrənməni və yoldaş qiymətləndirməsini təmin edən üsullardır. Şagirdləri, bütün sinif şagirdlərini aktiv saxlamağa cəlb eləyir. Yəni maraqlıdır. Necə? Deməli şagirdlər qruplara bölünür. Deməli əməkdaşlıq üsullarıdırsa müəllimlər, bu üsullar qrup şəklində aparıla bilər. Qrup işi formasında aparıla bilər. Sokrat dialoqu da yəni qrup işi formasında daha çox bu ümumi aparılır. Bütün siniflə aparılır və yaxud da fərdi iş formasından istifadə olunaraq aparıla bilər. Fərdi və yaxud da fərdi və bütün siniflə iş formasında aparıla bilər. Burada əsas məsələ şagirdlərin hər birinin müzakirəyə cəlb olunmasıdır. Şagirdlər hər biri səsli şəkildə müəllimin müzakirəsinə cəlb olunursa, burada qrup işinə o qədər də yer verilmir. Yəni bu diqqətinizdə olsun. Karusel üsulunda isə qrup işi formasında aparılır. Beyin həmləsi deyin, indiyənə qədər gəldiyimiz karuseldə qrup işi formasında aparılır. Bax bunu qeyd edin ha müəllimlər. Bax kənarda mən dərsi izah etdikcə siz də kənarda qeydlər aparın. Sadəcə dinləməyin. İzahata üstəlik sonra yenidən baxın. Deməli, şagirdlər qruplara ayrılır. Qruplara ayrıldıqdan sonra deyək ki, sizin 3 dənə qrupunuz var. 3 dənə qrup var və müəllim suallar yazılan vərəqlər şagirdlərə verir. Deməli, biz bax belə bir nəticəyə gəlirik. Deməli, Frayel modelində nə dedik? Dedik ki, vərəq verilir uşaqlara. Uşaqlar orada qeydlər aparır. Deməli, Frayel modeli reallaşdırılan zaman iş vərəqlərindən istifadə olunur. Yəni müəllim gəlir özündən vərəq verir də, özü hazırladığı vərəqi gətirib verir uşaqlara. Deməli, iş vərəqi olan üsullar hansılardır? Frayel modelidir. Sonra qeyd etmə hansında var idi? Müəllimlər SWOT analizi var idi. Sonra var idi nə? Bloom klubu da ola bilərdi. Məsələn, daha çox bizə kağız gözümüzə dəyir harda? Burada. Sonra demək karuseldə var, vərəqlər verir şagirdlərə, müəyyən suallar yazılmış vərəqlər verir və uşaqlar, məsələn deyək ki, 3 dənə qrupdur. Vərəqlərdə sualları yazırlar, sonra saat əqrəbi istiqamətində o vərəq fırlanır. Yəni bu birinci qrupdur. Birinci qrup vərəq verir ikinci qrupa. İkinci qrup vərəqi alanda baxır ki, birinci qrup sualla bağlı nə yazıb? Sualla bağlı yazıb, orada çatışmayan məqamı qeyd edə bilər və yaxud da əlavə nəsə bilirsə sualla bağlı, o suala cavabı qeyd edə bilər. Və nəticə etibarilə vərəq düz birinci qrupa gedənə qədər bu proses davam eləyir. Və bu da yoldaş qiymətləndirməsi indi deyə bilərsiniz ki, bunun harasındadır. Məsələn,
Birinci qrupun vərəyi gəlir, çatır ikinci qrupa. İkinci qrupa gəlib çatanda o özündən əvvəlki qrupun suala cavab vermə tərzini qiymətləndirir. Deməli, yoldaş yoldaşı qiymətləndirdi. Deməli, bu halda biz ona deyirik ki, yoldaş qiymətləndirməsi və birgə öyrənməni təmin edir. Burada rəqib anlayışı yoxdur müəllimlər. Burada rəqib anlayışı yoxdur və birinci qrup vərəq özünə gələndən sonra ordakı məlumatları oxuyur və nə edir? Uşaqlar birlikdə öyrənirlər, bir-birlərindən öyrənirlər. Və biz nə dedik müəllimlər? Biz nə dedik? Bax, burada var idi bu hissədə, əvvəldə var idi. Uşaqlar nəyi öyrənirlər, nəyi başa düşürlər? Başa düşürlər ki, onlar təkcə müəllimdən deyil, eyni zamanda həmyaşıdlarından da qarşılıqlı fəaliyyət, sual vermə, izah etmə, müzakirə yolu ilə də öyrənə bilərlər. Bəs karusel üsulu da bir növ uşaqlara nəyi öyrədir? Uşaqlara birgə öyrənmə mədəniyyətini qrup şəklində, məsələn, qruplar şəklində birgə öyrənməni təmin edir. Yəni burada rəqib qrup anlayışı yoxdur. Qruplar bir-birlərindən öyrəndilər. Məsələn, cütlərlə iş forması olanda uşaqlar bir-birlərindən, qrupla olanda bir-birindən. Amma burada müxtəlif qrupların müxtəlif fikirləri var və uşaqlar bunlar vasitəsilə bir-birlərindən müəyyən hansısa bilikləri öyrənirlər. Bax, burada da qeyd olunur, şagirdlər hansı bilik bacarığa yiyələnirlər. Şagirdlərdə məntiqi və tənqidi təfəkkür olur. Məsələn, fakt varsa faktla bağlı, demək faktlar əsasında fikir yürüdürsə məntiqi təfəkkür, tənqidi təfəkkür baxır, onu təhlil eləyir ki, görüm nə qədər demək düzgün yazıb. Məsələn, hər hansı bir əsərin təhlili ilə bağlıdırsa, tənqidi düşünür onun üzərində və eyni zamanda uşaqlar müstəqil düşünürlər. Müstəqil düşünmə uşaqlarda inkişaf eləyir də. Yəni burada müəllim prosesin belə deyək ki, tam üstündə deyil. Fəaliyyət şagirdlərin əlindədir. Sonra şagirdlərdə qrup daxilində ünsiyyət bacarığı olur. Çünki onlar belə qeyd eləyək də, yəni məsələn, qrup daxilində qərara gəlirlər ki, görək biz bu vərəqə hansı fikri qeyd etməliyik. Sonra qarşılıqlı əlaqə var. Qruplar daxilində qarşılıqlı əlaqə var. Həm qrupun içində, həm də ki, qruplar arasında qarşılıqlı əlaqə olur. Dəyərləndirmə hansıdır? Vərəq əlinizə gəlir çatıra. Siz qarşıda yazan birinci qrupun fikrini dəyərləndirirsiniz ki, görəsən nə dərəcədə düzgün yazıb, yəni nədir, nələri yazıb, nələri yazmayıb, fikrini yazırsınız, fikrinizi əsaslandırırsınız. Bax bunlar. Daha sonra ümumiləşdirirsiniz. Yəni məsələ ilə bağlı fikirləri ümumiləşdirə bilərsiniz. Daha sonra müəllimlər gəlir dəyirmi masa. Gəlin görək dəyirmi masada burada açar söz olaraq nə qeyd eləyiblər. Burada dəyirmi masada qeyd eləyiblər ki, bütün iştirakçıları bərabər söz haqqı verən ardıcıl fikir bildirməni təmin edir. Yəni bərabər imkanlar yaradır da, belə deyək bütün şagirdlərə. Diqqətli olaq, yəni bu üsulun həyata keçirilməsi deyir ki, beyin həmləsi üsullarından biridir. Amma burada necə həyata keçirilir? Deməli burada müəllim mümkün cavabı olan bir açıq sual ünvanlayır, amma bunu vərəqə qeyd etmir. Bir açıq sualı deyək ki, lövhədə yazır. Yazandan sonra uşaqlara vərəqlər verir. İndi diqqətli olun müəllimlər. İş vərəqləri olan üsullar hansıları idi? Frayel modeli, SWOT analizi, sonra burada vərəqi görürük də konkret dəyirmi masa, karusel. Hələ ki bax bunlardır. Bax mən gələn dəfə bunları sual-cavab eləyəcəm ha sizlə. Bax diqqətli olun. Deyirəm bunu. Qeyd eləyin bir kənara. Deməli, burada daha sonra uşaqlara vərəq verir, vərəq paylayır. Vərəq paylayandan sonra şagirdlər başlayırlar fikirlərində ucadan qruplar şəklində olursa, qrup şəklində həyata keçirilirsə, şagirdlər ucadan səsləndirərək fikirlərini yazırlar. Bu üsulda beyin həmləsi olduğuna görə və daha çox sinifdə şagird sayı çox olduğunda daha çox fikrin toplanacağı ehtimalını nəzərə alaraq qrup şəklində aparılır adətən. Və onu da qeyd eləyək ki, əziz müəllimlər, burada belə qeyd edeyim, deməli şagirdlər öz fikirlərini qrupa sakit şəkildə yox. Məsələn, birinci qrup məsələn sualla bağlı fikir yazacaq, onu ucadan səsləndirir, sonra yazır. İkinci qrup ucadan səsləndirir, sonra yazır. Üçüncü qrupda həmçinin. O qaydada ucadan səsləndirir. Amma bu üsulun bir yəni şərti var ki, proses zamanı izahat, dəyərləndirmə və suallara icazə verilmir. Məsələn, Sokrat dialoqunda biz nə dedik? Uşaq suala cavab verir, cavab verəndə əsaslandırır ki, mən niyə görə belə cavab verdim? Yəni fikrini sübut edir. Amma burada elə şey yoxdur. Proses zamanı nə uşaq məsələn yazdığı fikrə görə heç kəsə izahat vermir, kimsə kiminsə fikrini dəyərləndirmir və kimsə əlavə sual verməyinə icazə verilmir. Sadəcə açıq sualı görür. Hər kəs açıq sualla bağlı suala cavab verir və onu ucadan səsləndirərək vərəqə qeyd edirlər. Və sinif belə deyək ki, sayı az olduqda, müəllimlər şagird sayı az olduqda, yəni bu adətən bütün siniflə də keçirilə bilər. Amma şagird sayı çoxdursa, burada gördüyünüz kimi kiçik qruplar şəklində keçirilə bilər. Beyin həmləsi qrupla aparılır, dəyirmi masa qrupla aparılır, karusel qrupla aparılır. Gördüyünüz kimi bax belə yadda saxlayın. Qeydlər aparın kənarda. Bax bunu dəfələrlə sizə deyirəm. Sonra deməyin ki, müəllimə biz bunu necə müəyyən eləyək? Şərt o deyil ki, orada yazsınlar. Əgər hansı üsul layihə belə deyək ki, layihə işi zamanı istifadə olunursa, deməli o təlim üsulu qrup şəklində aparıla bilər. Qrup işindən istifadə oluna bilər. Aha, belə. Sonra müəllim qruplara fikrini gözdən keçirmək üçün vaxt verir. Yəni ola bilər ki, birinci qrup 5 dənə fikir yazdı, ikinci qrup 6 dənə fikir yazdı, üçüncü qrup 4 dənə fikir yazdı. Sonra uşaqlar orada o fikirlərinə baxırlar. Fikirlərinə baxdıqdan sonra ümumiləşdirirlər onu. Ümumiləşdirib izah etməkdən ötəri. İndi götürüb 5 dənə fikrin hamısını əsaslandırsa görün nə qədər vaxt gedər. Elə deyil. Ona görə də uşaqlar otururlar, düşünürlər. Düşündükdən sonra bir dənə fikir, ən əsas fikri müəyyən edirlər. Tənqidi təfəkkür yaranır uşaqlarda. Uşaqlar daha sonra öz yazdıqları fikirlərini belə deyək ki, ümumiləşdirməlidirlər də, ən səmərəlisini müəyyən etməlidirlər. Deməli bunlar bir-birlərini dinləməlidirlər, əməkdaşlıq etməlidir. Fikirlərini ifadə etməlidirlər. Məsələn, ucadan səsləndirən zaman fikri ifadə etmə mədəniyyəti olmalıdır və ən sonda yazdıqları hansı ki o 4-5 fikirdə nəticə çıxarıb bir fikir ortaya qoymalıdırlar. Bax bu şəkildə dəyirmi masa üsulu reallaşdırılmış olur. Sonra müəllimlər gəlir düşün, cütləş, bölüş, paylaş üsulu. Burada qeyd olunur ki, düşün, cütləş, bölüş, paylaş üsulu fərdi düşünmə ilə qrup paylaşımını balanslaşdıraraq aktiv iştirak yaradır. Yəni bir nəfərdən artıq bir neçə nəfərə doğru hərəkət edir. Maraqlı üsullardan biridir. Gəlin baxaq görək nəyi özündə
ehtiva edir. Deməli, burada deyir ki, yəni özündə bir neçə deyir ki, fəaliyyəti birləşdirir. Yəni belə deyək ki, uşaq fərdi cütlərlə, qrup və bütün, siniflə iş formasından istifadə edir. Yəni siz əgər dərsdə düşün, cütləş, bölüş, paylaş üsulunu istifadə edirsinizsə, deməli 4 iş formasının 4-ünü də istifadə edirsiniz. Sual ola bilər. Bir dərsdə neçədə də iş formasından istifadə edə bilərsiniz? Deməli sizin istifadə etdiyiniz üsula görə müəllimlər, sizin istifadə etdiyiniz üsula görə siz 3 dənə iş formasından da istifadə edə bilərsiniz və yaxud da ki, hamısından da istifadə edə bilərsiniz. Burada limit yoxdur artıq. Yəni nə qədər çox istifadə edə bilərsiniz, bu sizin başınızın ucalığıdır. Görürsüz, bəzən elə üsullar var ki, onlar 4 iş formasının 4-ünün də iştirakını dəstəkləyir, təmin eləyir. Deməli necə tətbiq olunur? Birinci olaraq mövzu ilə bağlı sual və tapşırıq verilir. Və burada qeyd eləyək ki, həm introvert, həm də ekstravert. İntrovert nə deməkdir? Təklikdə düşünən uşaqlar. Ekstravertlər kimlərdir? Qrup daxilində düşünən və insanların fikrinə görə belə deyək ki, bir nəticəyə gələn insanlar. Yəni o tək olduqda qərara gələ bilmir. İstəyir ki, kimlənsə müzakirə eləsin, kimlənsə birlikdə qərara gəlsin də. Məsələn, adam var ki, tək başına özü üçün plan, strategiya müəyyən eləyir. Adam da var ki, zəng eləyir anasına, zəng eləyir yaxın bir qohumuna və yaxud da 2-3 nəfər onların dost qrupları olur və orada müzakirə eləyirlər bunu. Və bu olur ekstravert, amma öz yoluna heç kəsə ehtiyacı olmadan bunu edirsə, bu da olur introvert. İndi biz bunlara deyə bilmərik ki, biri çox yaxşıdır, biri çox pisdir. Hər ikisinin öz yeri var. İndi bunlar zamanı gələndə təbii ki, keçəcəyik bunlar barədə. Deməli, həm introvert, həm də ekstravert şəxsiyyət tiplərini üçün daha belə deyək ki, əlverişlidir. Yəni uşağa nə imkan vermir ki, tək başına düşünsün, yəni komanda işindən kənarlaşsın. Həm də imkan vermir ki, bax məsələn introvertlər, yəni tək başına düşünəndə qrup daxilində həddən çox ünsiyyət olanda onlar yorula bilərlər. Ona görə də bu düşün, cütləş, bölüş, paylaş üsulu şagirdlərə həm tək qalmaq imkanı verir, həm də ki, qrupla və daha çox insanlarla fikir bölüşmək imkanı verir. Deməli, əvvəlcə sual və tapşırıqlar verilir. Sual tapşırıq verildikdən sonra hardasa bir 5 dəqiqə arası, 1 və 5 dəqiqə arası uşaqlara həmin sual üzərində fərdi düşünmək imkanı verilir. Daha sonra vaxt bitdikdən sonra uşaqlar hardasa bir 2 dəqiqə müddətində, yəni cüt formasında fikirlərini ifadə edirlər. Deməli 5 dəqiqə sual üzərində düşündülər. Sonra bir nəfər olur 2 nəfər formasında öz aralarında bıçaq-bıçağına 2 nəfər öz fikirlərini müzakirə edirlər. Müzakirə olunduqdan sonra, cütlərlə iş bitdikdən sonra 3-4 dəqiqə artıq onlar kiçik qruplar halında birləşirlər. Kiçik qruplar halında birləşdikdə hardasa 3-4 dəqiqədə elə müzakirə edirlər. 3-4 dəqiqə bitdikdən sonra, yəni bölüş mərhələsi gəlir ki, burada da artıq bütün siniflə iş formasından istifadə edilir. Yəni onlar öz fikirlərini bölüşürlər və müzakirə olunur. İndi müəllimlər, burada indi diqqətli olacağımız məqamlardan biri də bundan ibarətdir ki, bu strategiyanı istəsək biz, yəni dərsin müəyyən bir vaxtında da edə bilərik və yaxud da elə edə bilərik ki, bütün dərsi bu strategiya əsasında da yürüdə bilərik. Əslində kifayət qədər imkanları geniş olan üsuldur. Yəni bir dərsi bütünlükdə düşün, cütləş, bölüş, paylaş üsulundan da istifadə etmək olar. Yəni amma burada bir əsas məqamlardan biri ondan ibarətdir ki, sual hazırlayarkən açıq tipli suallar verilməlidir və eyni zamanda yuxarı təfəkkür səviyyəsinə aid suallar verilməlidir. Yuxarı təfəkkür səviyyəsi nə deməkdir? İdrak taksonomiyasında təhlil etmə, dəyərləndirmə və yaratmaq mərhələsinə aid olan suallar verilməlidir. Xatırlamaq, anlamaq, tətbiq etmə mərhələsinə aid olan suallar verilməməlidir. Çünki onlar aşağı təfəkkür səviyyəsinə aid olan suallardır. Təhlil etmək, təhlillə bağlı olmalıdır, uşaqların öz fikirləri ilə bağlı olmalıdır və uşaqların öz yaradıcılıqları ilə. Yəni fikir düşünüb ortaya qoyması, yəni nəyisə yaratmaqla bağlı suallar olmalıdır. Bu da yuxarı təfəkkür səviyyəsini özündə əks etdirir. Baxın, elə burada nümunə var. Deyir ki, ədəbiyyatdan Bulqakovun İtin ürəyi əsərində olan baş qəhrəman professor Filip Filipoviçlə dost olmaq istərdinizmi? İndi əsəri oxumalıdır. Deməli, əsəri əvvəlcədən bunlar oxumalıdırlar. Çünki yəni uşaqlar oxuduqdan sonra bunun üzərində düşünür. Ya məsələn, əgər mətn kiçik idisə, dərsin içində baş verə bilər. Məsələn, olmursa, yəni dedik ki, ədəbiyyatdan məsələn məzmun üzrə iş düşür, təhlil üzrə iş düşür. Məzmun üzrə işdə siz mətnin məzmununu mənimsəmisiniz, təhlil üzrə işdə artıq fikir yürütmə kimi, belə deyək ki, artıq bir, sfera formalaşır da sizin üçün. Artıq siz əsəri təhlil eləməyə başlayırsınız, öz fikirlərinizi ortaya qoyursunuz. Bax belə. Sonra müəllimlər gəlir, müzakirə xəritəsi üsulu. Biz dedik ki, hansı üsullarda qeyd etmə var idi? Qeyd etmə var idi Frey modeli, SWOT analizində var idi, karuseldə var idi, dəyirmi masada var idi. Sonra müəllimlər, var idi nədə? Müzakirə xəritəsində də var. Bax burada, yəni bu üsullarda qeyd etmə var, qeyd olunur və bir də qarşıda akvarium üsulu var. Onu da çatanda izah edəcəm. Yəni burada ümumiyyətlə baxın, indi baxın gəlin müzakirə xəritəsinin açar məqamı. Müəyyən edilmiş mövzu məsələ. Bax gələn dəfə sual verəcəm. Mövzu, məsələ, problem ətrafında ideyalar, informasiyalar, təəssüratlar, tənqid və təkliflərin qarşılıqlı fikir mübadiləsidir. Bu elə bir növ müzakirə xəritəsinin nə idi? Yəni tərifidir. Amma bu o demək deyil ki, siz üsulları əzbərləyəcəksiniz. Yəni əzbərləmək bizə üsullar barədə heç bir şey verməyəcək müəllimlər. Başa düşə-düşə, yəni bunları oxumalıyıq. Və demək müzakirə xəritəsi şagirdə şəxsi konseptual anlayışını qurmağa kömək edir. Yəni oxuduğu üzərində sərbəst düşünmə imkanı verir. Baxın gördünüz, biliyin hansı növ demək inkişaf edir burada daha çox konseptual biliyi inkişaf edir. Yəni görək, bəs bu necə istifadə etməli? Eyni zamanda müəllimlər burada da bunu da qeyd edim. Burada da belə deyək ki, müzakirə texnikasından istifadə olunur. İndi siz mənim mikrofonu açın, deyin görüm. Müzakirə texnikasından bir də hansı üsullarda istifadə olunurdu? Kim deyər? Müzakirə texnikasından hansı üsullarda istifadə olunurdu? Bayaq dedik.
Əməkdaşlıq deyirsiniz. Yox, müzakirə texnikası var idi. Analitik təlim Sinektika, sinektika, sonra qərarlar ağacı. bir də qərarlar ağacı. Bir də müəllimlər müzakirə texnikasından müzakirə xəritəsində istifadə olunur. Sonra gedək görək bu necə reallaşdırılır. Bu üsuldan istifadə edərkən şagirdə hər hansı bir mövzu, məsəl problem ətrafında demək sual verilir şagirdlərə. Problemlə mövzu ətrafında sual verilir. Deməli, bu artıq problem həll etməyə yönələn, yəni problemin həlli üçün müzakirə yaradan üsullardan biridir. Müəllim geniş spektrli, ümumi, açıq tipli sual verir. Sonra cavabları fərziyyələr dinlənilir, uşaqlar öz fərziyyələrini irəli sürürlər. Deyilənlər üçün izah və məsələn müəllim deyir ki, sən bunu niyə görə dedin? Bunu əsaslandır. Baxın, gəlin burada yazıb ki, Umberto Eco'nun Qızıl Gülün adı əsərinə baxın. Mövzu baxımından deməli, mövzu baxımından təhlil eləyirlər, sonra din baxımından təhlil eləyirlər, personajlar baxımından, ideya baxımından, problem baxımından da bu əsər təhlil oluna bilər. Bax biz özümüzdən əlavə eləyirik. Məsələn, mövzu baxımından təhlil eləyirsinizsə əgər, deməli o əsərdə tarix var, fəlsəfə var, dedektiv var. İndi uşağa deyirik ki, yəni deyilənlər üçün izah və əsaslanır. Uşaq deyir ki, tarix deyəndə intibah dövrü nəzərdə tutulur. Fəlsəfə deyəndə Yunan fəlsəfəsi, dedektiv deyəndə xəfiyyə nəzərdə tutulur. Sonra deyir ki, uşağa deyir ki, alternativ ideyalardır. İntibah dövründən sonra bir şey qeyd olunmursa, Yunan fəlsəfəsi ilə bağlı daha dəqiq desək, alternativ Aristotelin fəlsəfəsindən burada danışılır. Xəfiyyə dedikdə burada Baskervili, William haqqında, yəni fikir yürüdülür. Sonra uşaqlarda 5-ci mərhələ olaraq qeyd olunur ki, fikri əsas mövzuya yönəldən sual versin. Məsələn, tutalım ki, burada görürsüz var Aristoteldən sonra poetika. Poetika da bilirsiniz də Aristotelin əsəridir. Poetikadan sual verə bilər. Deməli, uşaq sxemi müəyyən elədi. Ən sonda poetikadır. Görürsünüz, müzakirə xəritəsi budur. Yəni əsərin elə bir xəritəsi. Məsələn, indi Könül müəllimə məktəbdə dərs keçir. İndi bilmirəm 5-ci sinif varsa, iş dəftəri ilə çalışanda orada deyir ki, yəni obrazlar xəritəsi yarat. Məsələn, obraz müsbət obrazdır, mənfi obrazdır. Yəni məsələn, əsərin baş verdiyi məkan hardadır, harda yaşayır, məkan hardadır, nə bilim onun xarakteri necədir? Başlayır uşaq onlara qeydlər aparmağa. Bu qeydlər də nədir? Elə bu müzakirə xəritəsi üsulunun reallaşdırılması deməkdir. Yəni əgər dərsdə görürük ki, tapşırıqlar arasında bu varsa, biz müzakirə xəritəsi üsulunu rahatlıqla reallaşdıra bilərik. Sonra müəllimlər, axırda qeyd olunur ki, müzakirənin sonunda əsas məqamlar və deyilən fikirlər ümumiləşdirilir. Yenə də qeyd etdiyimiz kimi, əgər bir üsul müzakirəni dəstəkləyirsə, deməli orada ümumiləşdirmə olmalıdır. Çünki biz burada ümumiləşdirməsək, müzakirə sonsuz sayda davam edəcək və bu da dərsimizin yəni bitməsinə, amma müzakirənin davam etməsinə səbəb olacaq. Təbii ki, burada yəni artıq müəllimin fəaliyyəti uğursuz olmuş olacaq. Müəllim bu fəaliyyəti, üsulların reallaşmasına özünə vaxt qoymalıdır ki, o vaxtlar bunu yəni deyək ki, müzakirəni tamamlasın, nəticə etibarilə şagirdlərə refleks etmə imkanı versin, nəticə etibarilə qiymətləndirmə apara bilsin. Və burada iştirakçılar bölüşdükləri deyir informasiyalar, fikirləri yazılı olaraq görürsüz burada qeyd edir. Diaqram xəritə şəklində ifadə edir. Bax burada birinci diaqramda bax burada göstərilir. Xəritə forması. Məsələn, din deyək ki, burada dində nədən bəhs olunur? Katolik kilsəsindən danışılır, inkvizisiyadan danışılır, Dulsinalılardan danışılır. Məsələn, dini sekta var burada. Papa 22-ci Yohandan danışılır. Görürsüz, yəni müzakirə xəritəsində fikir ümumidən artıq xüsusiyə doğru gedirdi. Ümumidən xüsusiyə doğru gedən təfəkkürün düşünmə forması hansı idi müəllimlər? Hansı düşünmə forması idi ki, ümumidən xüsusiyə gedirdi? Yəni müzakirə xəritəsi həm uşaqlarda konseptual biliyin inkişafını, dolayısıyla yolla desək deklarativ biliyi də inkişaf elətdirir. Deklarativ bilikdə, yəni uşaq hazır biliyi əsasında başlayır konseptual biliyi formalaşdırmağa. Deməli, deklarativ biliyi, konseptual biliyi formalaşdırmağa başlayır. Uşaq yəni faktoloji biliyi əsasında konseptual bilik formalaşır. Yaxşı. Qeyd etdik ki, ümumidən xüsusiyə doğru aparan təfəkkürün düşünmə forması hansı idi müəllimlər? Vaxt getmədən cavabı tez səsləndirin, zəhmət olmasa. Hansı düşünmə forması idi? Ümumidən xüsusiyə doğru aparırdı bizi. Biri də var idi, onun əksinə xüsusidən ümumi fikirlərə doğru aparırdı. Bəli. Bizi xüsusidən ümumidən xüsusiyə aparan təfəkkürün düşünmə forması hansıdır? Müəllimlər, hansıdır? Kim deyər? Ümumidən bizi xüsusiyə doğru aparan təfəkkürün düşünmə forması deduktivdir. Xüsusidən ümumiyə doğru aparan isə induktivdir. Yəni səsi açın deyin, yəni zəhmət olmasa dərs prosesində biləm dinləmək istəyirsiniz. Sonra burada proqnozlaşdırma, şagirdlərdə formalaşdıra bilər proqnozlaşdırma, təhlil etmə. Baxın, konseptual bilik varsa, deməli orada təhlil etmə var. Prosedural bilik varsa tətbiq etmək var. Deməli burada nəsə tətbiq olunmadı. Uşaq artıq təhlil eləyir. Obrazları baxın bu şəkildə qurmaqla əsəri təhlil eləməyə başlayır. Deməli təhlil etmə, fikir ifadə etmə bacarığı, baxın yazılı şəkildə, qeydlər şəklində də olsa fikrini ifadə edir. Nəticə çıxarmağa bacarığı görürsüz, ümumidən xüsusiyə doğru getdikcə artıq uşaqda nəticə çıxarma bacarığı inkişaf edir. Sonra məntiqi və tənqid. Məntiqi təfəkkür nədir? Uşaq faktoloji bilik əsasında əsəri mövzu, din, personajlar üzərində qruplaşdırmağa başladı. Deməli bu əsəri oxumasa uşaq bunu necə təhlil edə bilər? Deməli uşaq faktoloji biliyi əsasında, yəni əsəri təhlil etməyə başlayır. İndi obrazlar əsasında başlayır obrazları qruplaşdırmağa, onların ümumiləşdirməyə, onların hərəkətlərinə nəticə çıxarmağa, ideyanı müəyyən etməyə. Bu artıq uşaqda artıq konseptual biliyin formalaşmasına kömək edir. Uşaqlarda dinləmə mədəniyyəti də yaranır eyni zamanda. Ümumiləşdirmə bacarığı, bax qeyd etdiyim, ümumiləşdirmə
ümumiləşdirmə bacarığı da formalaşır. Nəticə etibarilə şagirdə deməli müzakirə xəritəsi həm uşaqlarda müzakirə varsa dediyim kimi ümumiləşdirmə var. Uşaqlarda həm ümumidən xüsusiyə aparmaq, yəni deduktiv, həm də induktiv düşünmə formasını inkişaf etdirir. Bax bunları gələn dəfə soruşacağam. Sonra uşaqlarda yenidən şifahi nitq bacarıqlarının inkişafına kömək edir. Müzakirə var çünki burada. Sonra ziqzaq üsulu müəllimlər. Ziqzaq üsulu ən asan üsullardan biridir. Bu üsul böyük mətnin qısa zaman ərzində mənimsənilməsinə kömək edir. Məsələn, tutalım ki, bu adətən yəni bu üsulu reallaşdıran zaman ola bilər ki, mətn çoxdur və onu təbii ki, reallaşdırmaq üçün vaxt azdır və nə etməlidir? Müəllim əsəri hissələrə bölməlidir. Məsələn, ədəbiyyat kitabında dərsliyində fikir vermisiniz. Mətnlərdən sonra mətnlərin əvvəlində 1, 2 zad belə qoyublar. Dərslik özü onu hissələrə bölüb. Hissələrə bölüb və siz də hissələrə bölürsüz. Tutalım ki, 5 hissədən ibarətdir. Sinifdə də 5 dənə qrup yarada bilərsiniz. Amma elə edə bilərsiniz ki, hər qrupda 5 şagird olsun. Hər qrupdan qrupun sayı qədər şagird olmalıdır. Məsələn, 4 qrupdursa, 4 nəfər şagird olmalıdır. Təbii ki, burada qrupda uşaqların sayını da nəzərə almaq lazımdır. Sonra uşaqlar birinci qrup şəklində toplaşırlar. Onlar yəni ana qrupda, yəni doğma qrupda olurlar. Sonra qrup daxilində uşaqları nömrələyirsiniz. 1, 2, 3, 4. Məsələn, tutalım ki, 4 nəfər, 4 qrupdur, 4 nəfər də şagird var hər qrupda. 4 nəfər nömrələdiniz bunları. Nömrələyəndən sonra axı siz əsəri hissələrə bölmüsünüz. Birinci hissə 2 və 4-cü hissəyə ayırmısınız. Sonra başlayırsınız birlər, bir rəqəmi olan şagirdləri bir qrupda, 2 rəqəmi olanları 2 qrupda, 3 rəqəmi olanları 3, 4-ü 4 qrupda əyləşdirirsiniz. Və birinci hissəni bir qrupda olan uşaqlara, bir rəqəmi olan qrupa, ikinci hissəni 2 rəqəmi olan qrupa, 3-ü elə, 4-ü də elə. Uşaqlar nə edirlər? Uşaqlar oxuyurlar. Həmin birinci hissəni birlər oxuyur, ikinci hissəni ikilər oxuyur. Oxuduqdan sonra, vaxt tamamladıqdan sonra kiçik müzakirə də edə bilərlər özlərinə. Sonra onlar öz doğma qruplarına qayıdırlar. Yəni əvvəlki qruplarına qayıdırlar. Daha sonra uşaqlar başlayırlar bir olan uşaq birinci hissəni danışır, ikinci olan uşaq ikinci hissəni danışır, üçüncü hissəni, dördüncü hissəni danışır. Və nəticə etibarilə bu ziqzaq üsulu nədir? Sanki puzzle birləşdirirlər, əsəri bütünləşdirirlər. İndi müəllimlər, şagirdlər gedirlər birlər bir qrupda, ikilər iki qrupda, gedirlər mətnin o birinci hissəsini oxuyurlar. Nəticə etibarilə uşaqlar oxuduğunu anlamaq mədəniyyəti formalaşdırır. Deməli ziqzaq üsulu oxuduğundan anlamaq bacarığı formalaşdırır uşaqda. Oxuyub anlama bacarığı formalaşdırır. Sonra gedirlər öz ana qruplarına birinci hissəni danışır, ikinci hissəni, üçü, dördüncü hissəni danışır. Nəticə etibarilə uşaqlar burada fikirlərini də ifadə etməlidirlər. Fikir ifadə etmə bacarığı da olmalıdır. İndi yəni burada danışma bacarığı da olmalıdır. Amma fikir ifadə etmə də olmalıdır. Çünki uşaq nitqini ifadə etməyi bacarmalıdır da oxuduğunu. Oxuyub danışa bilmirsə, uşaqlar o belə çıxır ki, birinci qrup artıq yəni mətnin birinci hissəsini mənimsəməmiş olurlar. Deməli oxuduğunu anlamalıdır, başa düşməlidir. Anladıqdan sonra gedib öz ana qrupunda danışmalıdır birinci hissəni. Birinci hissəni danışanda digər 3 nəfər onu dinləyir və bu da uşaqlarda dinləyib anlama mədəniyyəti formalaşdırır. Sonra təhlil etmə. Sonra danışandan sonra onlar əsəri müzakirə eləyirlər, təhlil eləyirlər obrazları. Ondan sonra bu əgər qrup işi formasında getdiyinə görə bu üsul burada əməkdaşlıq da formalaşır. Deməli, müəllimlər qeyd etdiyimiz kimi beyin həmləsidir. Sonra karusel üsuludur, dəyirmi masa, düşün, cütləş, bölüş, paylaş üsuludur. Daha sonra müzakirə xəritəsi də hətta aparıla bilər. Amma daha çox, yəni bütün siniflərdə aparıla bilər bu üsul. Yəni aparıla da bilər, aparılmaya da bilər və ən əsası dəqiq bildiyimiz ziqzaq üsuludur ki, bunlar qrup işi formasında aparılır. Deməli, növbəti burada qeyd eləyirik nə var? Deməli, ziqzaq, akvarium üsulu müşahidə və müzakirəni birləşdirərək ünsiyyət bacarıqlarını şüurlu şəkildə inkişafını təmin edir. İndi gəlin görək bu üsulun mahiyyəti nədən ibarətdir? Burada tərsinə düşür. Yəni mən çevirirəm bu hissəni. Təəssüflər olsun ki, niyə belə olub bilmirəm. Deməli müəllimlər, burada belədir. Yəni akvarium üsulu. Buna deyirlər Sokrat müzakirəsinin bir versiyasıdır. Əvvəllər əvvəlki kitablarda Sokrat dialoqunun yanında həmişə akvarium olardı. İndi burada qeyd ediblər ki, Sokrat müzakirəsinin bir versiyasıdır. Akvarium orta və böyük ölçülü qruplarla müzakirəni təşkil edir. Deməli, akvarium üsulunu reallaşdıran zaman sinifdə 2 dənə qrup olur. Biri böyük qrup olur, biri kiçik qrup olur. Böyük qrup xaricdə olur, kiçik qrup isə daxildə olur. Kiçik qrupda daha çox müzakirə edənlər olur. Yəni belə deyək ki, kiçik qrup müzakirə edən, böyük qrup isə müşahidə edən tərəf olur. İndi gəlin görək. Baxın, baş şəkildə də diqqətli olun. Daxili qrup var, görürsüz və xarici qrup var. Daxili qrup və xarici qrup anlayışı nədir və nədən ibarətdir? Baxın, xarici dairə, yəni müzakirə eləyir və daxili dairə müzakirə eləyir, xarici dairə isə onlara baxırlar və gəlin görək, onlar boş-boşuna oturub baxırlar, yoxsa nəsə edirlər onlar da. Deməli, xarici dairə nümayəndələri daxildə baş verən müzakirələri dinləyirlər və eyni zamanda qeyd aparırlar. Deməli, qeyd aparma üsulları hansılar idi müəllimlər? Frayel modeli idi, SWOT analizi idi, sonra hansılar idi? Və qarşıda keçəcək insert idi, sonra müzakirə texnikası idi, sonra hansı üsullar idi? Qeyd etmə var idi burada. İş vərəqlərindən də deyək ki, istifadə olunur. Harda istifadə olunur? Dəyirmi masada istifadə olunur, karuseldə istifadə olunur. Sonra yəni bu üsulda da təbii ki, qeyd olunur. Qeyd etmə daha çox müəllimlər hansındaydı? Frayel modelindədir, akvariumdadır müəllimlər. Sonra boğazım qurudu. Akvariumdur, Frayel modelidir, SWOT analizi idi. Burada mütləq şəkildə uşaq nə isə qeyd etməlidir. Və bir də insert metodunda, bir də müzakirə xəritəsində mütləq şəkildə uşaq qeyd etməlidir oxuduğunu, müzakirə elədiyin. Deməli, burada yəni onlar müzakirəni dinləyirlər, sonra qeyd aparırlar. Görək nəyə üzərində. Uşaqlar bir-birləri ilə göz kontaktı qururlarmı? Mətndən sübutdan gətirib-gətirilmədiyini, digər yoldaşlara danışıq zamanı fikirlərinə hörmətlə yanaşırmı? Biri-birinin fikrini kəsirmi? Və yaxud da bax belə. Ümumiyyətlə akvarium üsulunun keçirilməsinin müsbət tərəflərindən biri ondan ibarətdir ki, biz karuseldə dedik ki, birgə öyrənməni və yoldaş qiymətləndirməsini təmin edir. Bu eyni zamanda uşağın özünü refleksiya etmə imkanı verir. Yəni akvarium üsulu şagirdlərdə metakognitiv biliyi
formalaşdıra bilər. Yəni metakognitiv bacarığı formalaşdıra bilər. Yəni kənardakılar dinləməklə deyə bilər ki, məsələn, Fariz danışan zaman göz kontaktı qurmadı, məsələn, amma fikrini ifadə edirdi. Fikrini ifadə edirdi, amma göz kontaktı qura bilmirdi. Deməli müzakirə yekunlaşandan sonra, hansı ki dərs yekunlaşandan sonra müzakirə olunacaq ki, sonra orada Fariz başa düşür ki, o qrup daxilində fikrini ifadə etsə də, amma o danışır da, o fikrini ifadə etsə də, amma başqalarına göz kontaktı qura bilmir. O başa düşür ki, onda bu xüsusiyyət zəifdir və o bunu inkişaf elətdirməyə ötəri çalışmalıdır. Yəni akvarium üsulu bu baxımdan deyirik ki, metakognitiv bacarıqları inkişaf etdirməyə, uşağı artıq özü barədə məlumat almasına imkan yaradan üsullardan biridir. Necə tətbiq olunur? Əvvəlcə daxili və xarici qruplar yaradılır. Burada da daxildə 4-5 nəfər şagird iştirak eləyə bilər müəllimlər. Əgər məsələn daha çox müəllim iştirak istəyirsə, əgər sinifdə şagird sayı var ki, 50-yə yaxın şagird var, müəllim akvariumun sayını çox eləyə bilər. Əgər yoxdursa, yəni bir dənə akvarium yarada bilər. Sonra xarici dairənin nümayəndələrinə təlimat vermək lazımdır. Onlar necə davranmaq lazım olduğunu bilməlidir. Da onlar müzakirə edib aralarında bıça-bıç düşsün, yox. Yəni bunun üçün müəllimin aydın proseduru olmalıdır. Və demək olar ki, onlar müzakirə danışmamalıdırlar, müşahidə aparmalıdırlar, müzakirəni dinləyib və qeyd götürməlidirlər. Bax belə təlimatlandırmaq lazımdır. Fəaliyyətin yeni tətbiq etdikdə, burada fasilitator əvvəlcə, yəni Sokrat dialoqunda olduğu kimi müəllim yerinə yetirir. Amma bu zaman etibarilə vərdişə çevrilirsə, artıq burada fasilitatorluğu biz şagirdlərə verə bilərik. İndi müəllimlər, bəs necə ola bilər bu proses? Şagirdlərin təfəkküründən asılı olaraq biz 15-20 dəqiqə müzakirəni uzada bilərik. Amma bir məqamı da sizə qeyd etmək istəyirəm ki, o demək deyil ki, məsələn deyək ki, bu iş üsulunun başlanmasına axıra qədər müzakirədə iştirak edən daxildə olan uşaqlar eyni olmalıdır. Vaxtaşırı müəllim o uşaqları müşahidəçilərlə müzakirəçiləri dəyişdirə bilər. Məsələn deyək ki, Fariz Əmrahla yeri dəyiş. Əmrah əvvəl müşahidəçi idi, artıq keçir müzakirəçi mövqeyinə. Nəticə etibarilə uşaqlar vaxtaşırı yerlərini dəyişməklə bu 15-20 dəqiqə ərzində hər biri həm müzakirədə, həm də müşahidədə iştirak edə bilər. Hamısı iştirak etməsə də bir çoxu həm müzakirədə, həm də müşahidədə iştirak edə bilər. Kiçik yaşlı uşaqlarda təbii ki, biz əsərin məzmununa uyğun aydın suallar qoymalıyıq ki, onlar başa düşsünlər. Sonra qeyd etdiyimiz kimi, yəni şagirdlər müzakirə haqqında öz fikirlərini bildirməlidirlər mütləq şəkildə burada. Fasilitatorluqda müəllim əvvəlcədən hazırlanmış suallarla idarə eləyə bilər. Yəni sualı burada müəllim verir, uşaqlar müzakirə eləyirlər. Sualı verən tərəf yəni burada müəllimdir. Aydın oldu müəllimlər. Amma vərdişə çevriləndən sonra hər hansı bir şagird gələcək, müəllim rolunda çıxış eləyəcək. Şagird biləndə ki, müəllim rolunda çıxış edir, artıq burada şagirdə həvəs yaranacaq, özünə inam formalaşmağa başlayacaq. Yəni uşaqda eyni zamanda rollu oyun, müəllim rolunda çıxış eləmək həm simulyasiya yarada biləcək, həm uşaqda rollu oyun yarada biləcək. Bax belə deyək. Əvvəl uşaq müəllimi təqlid edə bilər, amma zaman etibarilə bu da uşaqda vərdişə çevriləndə uşaq artıq simulyasiya eləmək imkanı yaranacaq. Yəni belə qeyd eləyək ki, əvvəl müəllim prosesi başlayır, sual verən tərəf ancaq müəllim olduğu halda, daha sonra vərdişə çevriləndə prosesi bir şagirdin üzərinə ata bilərsiniz ki, o prosesi idarə eləyə bilsin. Suallar elə tərtib olunmalıdır, yenə də qeyd etdiyimiz kimi, şagirdlər sual ətrafında müzakirə edə bilsinlər, üzərində düşünüb anlaya bilsinlər. Sonra müəllimlər keçirik aksiyon üsulu. Aksiyon üsulu daha çox qeyd etdiyimiz kimi, bu üsulda da bax burada qeyd olunur. Deyilir ki, bu tərəfdə idi, nəsə keçməyə ora. Hə, burada da daha çox, yəni aşağı sinif şagirdləri arasında keçirilən bir üsuldur. Deməli, aşağı sinif şagirdləri, daha dəqiq desək, ibtidai sinif şagirdləri arasında keçirilməsi məqsədə uyğundur. Məsələn, tutalım ki, müəllim hər hansı bir əşyanın, hadisənin, belə deyək ki, bir əlamətini deyir və uşaqlar nə edirlər? Həmin əşya və hadisənin, belə deyək ki, xüsusiyyətlərini xatırlayırlar, əlaqə yaradırlar. Assosiasiya yaratmaq nə deməkdir? Əlaqə yaratmaqdır. Əlaqə yaradırlar və nəticə etibarilə fikirlərini səsləndirirlər. Proses zamanı uşaqları məlumatlandırmaq lazımdır ki, bir-birlərinin fikirlərini diqqətlə dinləsinlər ki, təkrar cavab verməsinlər və nəticə etibarilə müəllim 1, 2, 3 sanki hərraca qoyur. Hərrac üsuludur bu. 1, 2, 3 deyəndə, məsələn, deyənə qədər kimsə cavab verdisə, o cavab verir. Daha sonra yenə də başqası sonra 1, 2, 3 o türklərdə necə deyir serial satıyorum deyir. Orada çəkici vurana qədər kim cavab verirsə, kim qiymət təklif eləyirsə və ən sonuncu deyən artıq qalib olur. Yəni burada assosiasiya yaratmaq imkanı var. İndi burada bu uşaqlara nə verir müəllimlər? Bu uşaqlara həm də onu verir ki, əvvəl bir öyrəndiyi biliklərlə yeni öyrəndiyi biliklər arasında əlaqə yaratmaq imkanı verir. Yəni uşaqlara, müəllimə artıq uşağa belə deyək ki, əvvəl öyrəndiyi bilikləri nə dərəcədə yaxşı yadda saxlaması kimi bir məlumat verir müəllimə. Deməli, bizim buna qədər keçdiyimiz üsullardan bu var. İndi Venn diaqramı var. Sonra hansı var? Klaster var idi. Sonra nə var idi? Sonra elə deyək ki, bu deməli aksiyon üsulu var. İrəlidə keçəcək BB üsulu var və sair. Yəni belə üsullar çoxdur ki, şagirdin belə deyək ki, hal-hazırki bilik səviyyəsi haqqında və hal-hazırki bilik səviyyəsini və əvvəl öyrəndiyi bilik səviyyəsini nə dərəcədə yaxşı xatırlaması haqqında məlumat verir. Daha sonra müəllimlər keçək qar topası texnikasına. Deməli görək bu tərəfdə varsa. Hə, qar topası texnikası. Qar topası texnikası müəllimlər çox maraqlı üsullardan biridir və bu üsulda düşün və cütləş, bölüş, paylaş texnikasından istifadə olunur. Üsulundan yox, texnikasından. O üsulu tam şəkildə reallaşdırılmır. Onun sanki elə bil ki, elementlərindən hardasa istifadə olunur. Bax, düşünmək nə deməkdir? Fərdi iş idi, cütləş, yəni 2 nəfərin işi idi. Paylaş nə idi? Kiçik qruplarla. Deməli siz qar topası texnikasını, qar topası üsulunu reallaşdırmaqla 3 dənə iş formasından istifadə eləyə bilərsiniz. Yəni limitli deyil ki, yəni bu sizin reallaşdırdığınız iş üsuluna görə iş formasına
formasının da sayı arta bilər. Aydın oldu müəllimlər? Yəni kimsə sizə deyə bilməz ki, sən bir dərsə, yəni bir dənə ya 2 dənəsini reallar. Bu sizin istifadə etdiyiniz üsula baxır. Və burada da texnika olaraq nədir? Bax, bölüş, demək bölüş olsaydı burada tam olaraq nə olacaqdı? Yəni düşün, cütləş, bölüş, paylaş üsulu olacaqdı. Amma texnika dediyinə görə 3 dənə demək olar ki, demək iş formasından istifadə olunur. Deməli, qartopası texnikası sinifdə 3 dənə iş forması üsulunun reallaşdırılmasını demək dəstəkləyən üsullardan biridir. Burada necə olacaq müəllimlər bu texnikada? Ümumiyyətlə nədir? Uşaqlarda müxtəlif konsepsiya və mövzuları paylaşmalarına, öyrətmələrinə kömək edən aktiv öyrənmə strategiyasıdır. Bu da şagirdləri öyrənməyə, belə deyək ki, yəni belə deyək ki, uşaqları öyrənməyə sövq edir, belə deyim, motivasiya edir. İndi bu üsulun reallaşmasında əsas məqam nədir? Şagirdlər eyni zamanda burada müəllimlər öz biliklərini qurmağa imkan verir. Şagirdlərdə bu fəaliyyətə suala verilən sualları cavablandıran və fikirləri bölüşən fərdlər kimi baxılır. Yəni uşaq suala cavab verir fərdi iş formasında, daha sonra fikirlərini cütlər və qruplar şəklində ifadə edirlər. Yəni qruplarda bölüşürlər fikirlərini. İndi necə tətbiq olunur müəllimlər? Mövzu və tələb olunan, yəni məlumatlar şagirdlərə əvvəlcədən təqdim olunur. Sonra 10-15 dəqiqə ərzində uşaq həmin məlumatlar üzərində fərdi şəkildə düşünürlər. Sonra ehtiyac yaranarsa, uşaqlara faktlarla bağlı hər hansı bir elə bir ipucu verilə bilər. Daha sonra yəni faktlar, fikirlər, cavablar başqa şagird ilə bölüşülür. Məsələn, cütlərlə 2 nəfər şagird 5 dəqiqə ərzində bunu müzakirə eləyə bilərlər. Cütlərlə müzakirə demək olar ki, yekunlaşdıqdan sonra şagirdlər elə bil ki, əvvəl 1 nəfər idi, 1 nəfər oldu 2 nəfər, 2 nəfər sonra başqa bir cütlə birləşir. Bax, bu üsul qartopası necədir? Elə bil qarı yığırsınız əlinizdə. Əvvəlcə görürsünüz qartopası. Fırlaya-fırlaya gedirsiniz, görürsünüz həmin o qarı daha çox qarlar toplanmağa başlayır. Bax, belə fikirləşək. Birinci şagird fərdi şəkildə düşünür. Sonra düşündüyünü vaxt bitdikdən sonra, hardasa bir 10-15 dəqiqədən sonra, vaxt bitdikdən sonra başqa bir yanındakı şagirdlə bölüşür və yaxud da arxaya dönüb arxadakı şagirdlə bölüşə bilər. Amma əslində yanındakı şagirdlə bölüşsə daha yaxşı olar. Yəni bölüşdü. Digər şagird də yanındakı şagirdlə bölüşdü. Nə oldu? Cütləşdilər də, cüt formasında. Sonra onlar bölüşəndən sonra həmin bu qabaqda hansı ki 2 cüt şagird yox idi. O cütlər birləşirlər, 4 nəfərdən ibarət bir qrup əmələ gətirirlər. O qruplar da müzakirə edirlər, arasında çapıç vaxt bitdikdən sonra o 4 nəfər də digər 4 nəfərlə birləşirlər, 8 nəfərlik qrup əmələ gətirirlər. Gördünüz, qar birləşib, qar dənələri birləşib bir dənə topa əmələ gətirir. Yəni bir nəfərdən başlayan fəaliyyət 8 nəfərlik bir qrupa qədər gedir, demək çatır. Yəni bu proses 8 nəfərlik bir qrup yaranana qədər davam etməlidir. Bəs şagirdlərdə hansı bacarıq formalaşır? İndi müəllimlər, indi burada şərt idi, o deyir ki, yəni burada açıq şəkildə yazsınlar. Deməli bu üsul şagirdlərə həm fərdi şəkildə düşünmə bacarığı, uşaqlarda həm əməkdaşlıq etmək, həm fikirlərini qruplaşdıra bilmək, ümumiləşdirə bilmək, bununla yanaşı tənqidi və məntiqi düşünmə imkanı verən üsullardan biridir. İndi daha bir müəllimlər, daha bir düşün, cütləş, paylaş, yəni texnikasından istifadə etmə imkanı verən üsullardan biri də demək sinif küncləridir. Sinif küncləri, bəli, sinif küncləri üsulu həm şagirdlərdə deməli öz düşüncələrini bütün siniflə bölüşməyə, eyni zamanda sinifdə hərəkət etmə imkanı verən bir üsuldur. Deməli, burada müəllim əsəri deyək ki, məzmun üzrə iş, təhlil üzrə iş, yəni təhlil üzrə işdə müəllim deyir ki, Cahandar ağa obrazı demək Cahandar ağa obrazının tutalım ki, mələyə qaçırtması, deyək ki, bu o məsələsinə necə baxırsınız? 3 dənə künc qoyur müəllim. Biri razıyam, biri razı deyiləm, bir də ki, əmin deyiləm. Demək fikrini qoyur ora. Deməli uşaqlar razı olanlar bir hissədə toplanır, razı olmayanlar bir hissədə və belə deyək ki, əmin olmayanlar da bir hissədə toplaşırlar. Deyək ki, baba sualı belə qoyaq da, Cahandar ağa mənfi obrazdır. Məsələn, bunlar birləşəndən sonra birində tutalım ki, 4 uşaq ola bilər, birində 5 uşaq, birində 6 uşaq ola bilər. Bunlar qruplaşdığı qrupda nəticə etibarı ilə başlamalılar. Niyə görə razı deyil? Başlamalılar onlar arqument gətirməyə, yəni sübut eləməyə öz fikirlərini. Əsaslandırmalıdırlar. Niyə görə razıdır? Məsələn, Cahandar ağanın mənfi obraz olması ilə bağlı əsərdə nümunə o mələyə qaçırdı, deyək ki, başqasının namusuna toxundu, ondan sonra evdəki arvadının xətrinə dəydi. Yəni bu razı olmayanlar üçün kifayət qədər böyük bir arqumentdir. Məsələn də deyək ki, razı olanlar üçün. Razı olmayan deyir ki, yox, Cahandar ağa dövründə, yəni zaman etibarı ilə düşünsək, bu Cahandar ağanın zamanında normal qarşılanan bir durum idi. Həqiqətdə götürsək, o dövr etibarı ilə normal qarşılanan bir durumdur. Əmin olmayanlar deyir ki, yox, Cahandar ağanın müsbət xüsusiyyəti var, mənfi xüsusiyyəti də var. Bunları deyir birləşdirəndə, bunlar ikisi də bərabər gəldiyinə görə mən əmin deyiləm Cahandar ağaya mənfi və yaxud da müsbət obraz deyim. Baxın gördünüz, yəni fikirlərini əsaslandırdılar sinif küncləri olaraq və bu uşaqlarda hansı bacarıqları formalaşdırdı? Fikrini deməli əsaslandırmaq, çünki sübut gətirdi, münasibət bildirirlər onlar. Yəni deyirlər, sonra öz fikirlərini əsaslandırırlar, mövqelərini müəyyən eləyirlər. Burada dəyərləndirmə mərhələsində müəllimlər, yəni münasibət bildirirlər. Sonra onlar təhlil eləyirlər də, öz fikirlərini bildirməklə eyni zamanda öz təhlillərini də açıq şəkildə müəllimə bildirirlər. Bundan əlavə eyni zamanda dəyərləndirmə, bax görürsünüz deyirəm, dəyərləndirmək bacarığı və eyni zamanda arqument nümunə gətirmə bacarığı uşaqlarda inkişaf etmiş olur. Sonra müəllimlər gəlir mən kiməm üsulu. Mən kiməm üsulu burada çox maraqlı üsullardan biridir. Ola bilər ki, hər hansı bir ədəbi obraz ola bilər, yazıçı, şair, alim, ixtiraçılar, tarixi şəxsiyyət
xüsusiyyətlər və sairə haqqında biliklərini əyləncəli və interaktiv yolla yoxlayan bir üsuldur şagirdlərin biliklərini. İndi müəllimlər belə bir şey qeyd edeyim. Mən kiməm üsulu da şagirdlərin əvvəl öyrəndiyi biliklər arasında əlaqə yaratmağa imkan yaradan üsuldur. Yəni müəllimə şagirdin əvvəl öyrəndiklərini nə dərəcədə yaxşı yadda saxlaması barədə yəni bir təsəvvür yaradan üsuldur. Bundan əvvəl biz hansını demişdik müəllimlər? Aksion üsuludur, sonra klaster üsuludur, mən kiməm üsuludur, Venn diaqramıdır. Daha başqa üsul hansı ola bilər? Bax mən unutdum, siz deyə bilərsiniz. Bloom klubu ola bilər. Baxın, orada xatırlamağı dəstəkləyirdi. Bax bu üsul rollu oyunu hardasa ola bilər. Baxın uşağa öyrəndiyini nə dərəcədə qavramasına demək göstərən bir üsuldur. Məsələn, bu üsul necə olur? Müəllim hər hansı bir şəxsiyyətin adını yazır orada və şagirdin alnına yapışdırır və şagird burada artıq şagird burada sual alnına yapışdırılan şagird, kağız alnına yapışdırılan şagird burada sual verən mövqeyində iştirak edir. Yəni bu üsulun keçirilməsinə əsas məqsədlərdən biri şagirdlərdə sual vermə mədəniyyətini formalaşdırır. Mən kiməm? Bax məsələn sual verir. Mən şairəm. Qarşıdakılarda yəni əsaslandırır. Hə, yox deyirlər. Hə, yox deyirlər. Deyir ki, məsəl üçün də mən şairəm, mən yazıçıyam. Məsələn, yazıçıdsa hə, mənim hekayələrim var. İndi uşaq artıq 5-ci sinif ədəbiyyatına görə kimin hekayəsini oxuyub, fikirləşir ki, mən kimin hekayəsini oxumuşam. Hə, məsələn, kimin hekayəsi oxuyub, məsələn, tutalım. Mark Twain-in deyək ki, uşaq oxuyub, tutalım, adı yadımdan çıxdı. Bir əsər var idi. Oğlan gedir ayı ovlayır. Hə, Cəsarətli oğlan idi. ayı ovlayırdı oğlan. Hə, ayı ovlayırdı oğlan. Hə, uşaq artıq burada hekayədir də bu. Uşaq artıq baxır ki, hə, mən indiyənə qədər oxuduqlarım arasında bir dənə hekayə oxumuşam, bu da budur. Deməli bu Mark Twain-dir, hə. Yəni nə isə qarışdıra bilərəm, çünki mən də yorğunam artıq. Mark Twain-dir. Məsələn tutalım. Başqa bir o məsələn deyək ki, yazıçıdır. Məsələn tutalım mən şairəm, mənim şeirlərim var. Mən məsələn tutalım ki, Azərbaycanın ikiyə bölünməsi barədə şeiri yazmışam. Deyəndə şagirdə deyəndə hə, hə deyəndə hə, deməli Əli Tudəni yaşayanlar görəcəkdir şeiri. Uşaq başa düşür ki, deməli söhbət Əli Tudədən gedir. Deməli o uşaq kimdir? Əli Tudədir. Bax bu şəkildə, yəni mən kiməm? Uşaq artıq addım-addım sual verərək, yəni sualı addım-addım gedir. İndi addım-addım sözü ilə bağlı mahnı da var da bilirsiniz. Yəni addım-addım gedir. Addım-addım gedərək artıq sualın cavabını tapmış olur. Sualın cavabını kim tapır? Şagird özü tapır. Həm sual vermə mədəniyyəti formalaşır, həm də əvvəl öyrəndiyi biliklər arasında əlaqə yaratma xüsusiyyəti açıq şəkildə görünmüş olur. İndi müəllimlər, əməkdaşlıqla bağlı sonuncu üsulumuza gəlirik. Debat üsulu adətən çətin üsullardan biridir, amma deyək ki, məlumat burada çox genişdir. Sizin gözünüzü qorxuzmasın ən rahat üsullardan biridir. Bu üsul demək olar ki, şagirdlərdə tənqidi düşünmə, eyni zamanda müəllimlər, hə, tənqidi düşünmə və eyni zamanda uşaqlarda belə deyək ki, arqument, əsaslandırma gətirməyi dəstəklədiyi üçün bu daha çox məntiqi və riyazi təfəkkürlü şagirdlər üçün daha çox sevimli üsul ola bilər. Çünki məntiqi, riyazi təfəkkürlü uşaqlar daha çox düşünməyə, nə isə analiz etməyə meylli olurlar və bu debatda mütləq komanda şəklində olduğuna görə qrup şəklində aparılan üsullardan biridir. Deməli, qrup şəklində aparılırdı, beyin həmləsi aparılırdı, dayanılması aparılırdı, akvarium aparılırdı, sonra müəllimlər karusel aparılırdı, sonra qar topası üsulu aparılırdı, düşün, cütləş, bölüş, paylaş üsulu aparılırdı, sonra debat özü aparılır, sonra hansı qaldı mən demədim. Yəni bax bunlar görürsünüz ki, qrup şəklində aparılır. Və bu da, yəni burada da demək çıxış zamanı qrup nümayəndələrinin arqumentlərini dinləmək və onlara deməli, burada bu üsulunu şərtləndirən əsas xüsusiyyətlərdən biri odur ki, bir tərəf bir məsələ ilə bağlı mövqe. Məsələn deyək ki, vətənimizin azadlığı mövzusunda debat keçiriləcək. Filan dərsimizdə debat keçiriləcək. Uşaqlar əvvəlcədən qruplara ayrılırlar və bir qrup məsələn bir fikir səsləndirir. O biri qrup onu yaxşı dinləməlidir ki, ona əks arqument səsləndirməlidir. Əks arqument səsləndirməlidir. Özü də bu əks arqumentli elə səsləndirməlidir. Şagirdə elə ifadə xüsusiyyəti olmalıdır ki, qarşı tərəf onun əks arqumentinə, əks fikrinə elə ki, razılaşmalıdır. Razılaşmalıdır. Belə deyək ki, bu şagirdlərdə formalaşdırır hansı yəni bacarıqları? Sual tərtib etmə və sual vermə. Sual vermə bacarığı formalaşdırır. Qərar qəbul etmə bacarığı formalaşdırır. Yəni uşaqlar öz aralarında müzakirə apara bilərlər. Mövzunu araşdırılması, yəni debat yekunlaşandan sonra bir qərar olur da axır ki. Əsas anlayışlardan iş olur burada. Çünki uşaq əsas anlayış nə deməkdir? Mövzu ilə bağlı uşaqlar tarixi məlumat əldə edə bilərlər. Və bu da tarixi məlumatla təbii ki, əsas anlayışda uşaq faktoloji məlumatlarla işləməyi bacarmalıdır. Sonra dinləyib anlama. Nə dedik? Bir komanda digər komandanı diqqətlə dinləməlidir. Sonra natiqlik məharəti. Bu fikrini elə səlis formada. O deyir, tacirlər, ticarətçilərin deyir, nitqi elə olur ki, deyir, ilanı yuvasından çıxardır. Yəni qarşıdakı insanın inandırıcılıq qabiliyyəti olur. Debat üsulunu dəfələrlə formalaşdırmaqla uşaqlarda özünə, başqalarının özünə inandırıcılıq qabiliyyəti formalaşdırır. Ola bilər ki, uşaq var ki, dərsi çox yaxşı oxuyub. Məsələn, Azad hekayəsini xatırlayaq müəllimlər. Azad hekayəsində nə deyirdi? Deyir, sükutu gəldi, sükutu getdi. Hətta deyir müəllim deyir, dərsi danışmaq üçün çağıranda ən yaxşı bildiyi mövzunu belə danışa bilməzdi. Burada deməli, Azadın utanmaqla yanaşı özünü ifadə etmək bacarığı olmayıb. Yəni ən yaxşı bildiyi sualı belə cavablandıra bilməzdi, yanaqları qızarardı. Deməli, Azadda obraz olaraq fikrini ifadə etmə qabiliyyəti zəif olub. Yəni amma bu uşaqlarda natiqlik məharəti olmalıdır. Yəni belə deyək ki, fikrin
düz bildiyin elə sərg eləməlidir ki, qarşıdakı heyran qalmalıdır bu onun səsləndirdiyi fikrə. Nəticə çıxarmalıdırlar. Nəticə olaraq debatın sonunda bir nəticəyə gəlirlər. Təhlil edilir. Yəni uşaqlar analiz edirlər, ondan sonra fikir yürüdürlər də. Arqument gətirməkdən ötəri, fikrini əsaslandırmaqdan ötəri onlar dedikləri fikri, məsələn deyir ki, məsələn mən çıxıb bu cavabı verəcəm. Cavabı verməkdən ötəri onlardan arqument, yəni fikri əsaslandırmaq tələb olunacaq. Onlar fikirləşirlər, öz aralarında pıça-pıç düşür ki, biz bunu necə əsaslandıraq, necə arqument gətirək. Bax belə. Sonra fakt ortaya qoymalıdırlar, sübut ortaya qoymalıdırlar, öz fikirlərini sübut etməlidirlər. Həm əsaslandırmalıdırlar, həm də sübut etməlidirlər. Sonra əsaslandırma. Sübut eləmək müəllimlər həm də hansı təfəkkür formasında var idi? Miqdar, yeni təfəkkür forması var idi, analitik təfəkkürdə var idi. Səbəb-nəticə əlaqəsini müəyyən etmək və daha sonra isə sübut ortaya qoymaq. Sonra arqumentlərdən iş, yəni gətirilən arqumentlər. Sonra bəs müəllimlər, tədrisdə debat şagirdlərə nə qazandırır? Müstəqil və komanda şəklində nə isə araşdırmaq bacarığı, yəni məlumatları araşdırmaq bacarığı və eyni zamanda uşaq məlumatı araşdırırsa, uşaq özü məlumatı araşdırmağa meyl eləyən uşaqda hansı kompetensiyadır? Öyrənməyə kompetensiyası. Daha sonra müəllimlər, auditoriya qarşısında sərbəst çıxış edir uşaqlar. Yəni çıxır fikrini ifadə edir. Məntiqi tənqidi təfəkkürü inkişaf etdirir. Məntiqi təfəkkür faktlarla işləyir. Tənqidi təfəkkür faktlar üzərində düşünür, öz fikri üzərində arqument ortaya qoyur, arqumentini əsaslandırır. Əsaslandırdığı arqumentə sübutlar gətirir. Bax bu da olur tənqidi təfəkkür. Fikrini düzgün və əsaslandırılmış şəkildə çatdırmaq bacarığı, inandırmaq və təqdim etmə bacarığı. Bəs görək müəllimlər, debata riayət etməli olunan məsələlər hansılar? Birinci öyrənməyi öyrənmək. Bu nə deməkdir? Məsələn, deyək ki, vətənimizin azadlığı uğrunda biz əgər debat keçiririksə, uşaqlar nə etməlidirlər? Vətənimizin azadlığı barədə və vətənimizin, ölkəmizin tarixinə nəzər salmalıdırlar. Nə etməlidirlər? Araşdırma aparmalıdırlar. Və bu araşdırma aparma, faktları qeyd etmək uşaqlarda düzgün araşdırma aparma, öyrənmək bacarığının kompetensiyasının formalaşmasından irəli gəlir. Deməli, debat üsulu həm də uşaqlarda öyrənmə kompetensiyasını inkişaf etdirir. Sonra aydın, deyilən fikirlər və sübutlar aydın şəkildə ifadə olunmalıdır. Şagird öz auditoriyasını müəyyən etməyi bacarmalıdır və bilməlidir ki, fikri elə ifadə eləsin ki, sonra kimsə deməsin ki, mən bir şey başa düşmədim bundan. Nə dedin? Sən heç mən başa düşmədim. Yəni fikrini aydın şəkildə, səlis şəkildə çatdırmalıdır. Sonra müəllimlər, düzgünlük olmalıdır. Məsələn, tutalım ki, biri bir fikir səsləndirirsə, başqasını inandırmaq xatirinə, üstə çıxmaq xatirinə yalan yanlış ifadələr deməməlidir. Fikrindən nəsə quraltmamalıdır. Orada dediyi faktı əks etdirməlidir. Fakt əsasında fikir yürüdən adamda deməli məntiqi təfəkkür inkişaf edir. Yəni məntiqi təfəkkürdə nə idi? Faktlar əsasında fikir yürütmək mədəniyyəti. Yəni düzgünlük dediyimizdə uşaq faktlarla fikirlərini ifadə etməyi, yəni sübutalni fikirlərini ifadə etməyi bacarmalıdır. Yəni bu da düzgünlüklə bağlı bir belə deyək səriştə formalaşdırır uşaqlarda. Hörmət dedikdə hörmət olmalıdır. Belə deyək ki, hörmət olmalıdır uşaqda. Nə hörmət dedikdən müxtəlif fikirlərə, rəylərə və verilən qiymətlərə dözümlülük. Dözümlülük nə deməkdir? Bunun elmi mənası tolerantlıq deməkdir. Tolerantlıq deməli şagirdlərdə dözümlülük formalaşdıran üsul, tolerantlıq formalaşdıran üsul. Bax bunu yadda saxlayın. Hansıdır? Debat üsuludur. Deməli, burdan yəni uşaqları təhqir və tənqidlərə yox, dinləyib təhlil etmək, ondan sonra təhlil edib zəif tərəfi müəyyən etməkdir. Burdan uşaqları kimsə təhqir etməlidir, acı şəkildə tənqid eləməkdir, biri-birinin fikirlərinə lağla yanaşmalıdır, yox. Burada əsasən zəif yerləri tapmaq və diqqəti ona cəlb eləmək lazımdır və müzakirəni o istiqamətə çəkmək lazımdır. Yəni uşaqlar ola bilər ki, hansısa tarix barədə fikri zəifdir və ya da tarix barədə fikri yəni belə deyək ki, əksik verdi və bu komanda onun zəif nöqtəsini tutub, ona başlayıb arqument gətirməlidir. Və o da qalxıb ona əks arqument gətirməlidir ki, mən bilərəkdən yəni bu yeri boş qoymuşam. Əslində yəni budur. Yəni əslində mən bu fikrə gələcəyimə görə məsələn bu hissəni boş qoydum. Məsələn, görürsüz arqument, elə ki söz belə mədəni formada bunlar bir-birinə mübarizə aparırlar. Sonra əsaslandırma. Və eyni zamanda burada sözü kəsməmək lazımdır. Qrup işi qaydalarına əməl etmək lazımdır. Təhqiredici çıxışlar olmamalıdır. Sonra müəllimlər, şəxsiyyətinə toxunmamaq lazımdır. Elə eləmək lazımdır ki, uşaqlar sinifdən çıxandan sonra düşmən olmasınlar bir-birləri ilə. Yəni dost şəraitində ayrılsınlar. Sonra müəllimlər, burada natiqlik, əsaslandırma bacarığı, arqumentləri, fikirləri əsaslandırılmasına xidmət etmək lazımdır. Sonra natiqlik, fikrini təsirli, inandırıcı, aydın və anlaşılır şəkildə ifadə etməlidir. Yəni qarşı tərəfə özünü inandırmaq bacarığı olmalıdır və eyni zamanda əsaslandırma olmalıdır. Yəni tələblər deyəndə, bax mən sizdən soruşanda, debatın tələbləri hansılardır? Öyrənmək, aydınlıq, düzgünlük, hörmət, əsaslandırma və natiqlik. İndi müəllimlər, baxın görürsüz burada debata aid nümunələr yuxarıda qeyd olunub. İndi onlara baxmırıq. Yəni burada müxtəlif keyfiyyətlər uşaqlarda inkişaf olunur. Yəni debatla bağlı. İndi müəllimlər, indi bu uşaqlarda hansı keyfiyyəti formalaşdırır? Birincisi birgə işləmək. Komandada əməkdaşlıq etmək və reqlamentə uyğun danışma. Reqlament hansıdır? Məsələn, yuxarıda mövzular var, mövzu nümunələri. Məsələn, o sizin reqlamentinizdür. Siz deməli orada fikir yürüdəndə ondan kənara çıxmamalısınız. Heç nə kənara çıxmamalısınız. Yəni mövzu və reqlamentə uyğun danışmaq lazımdır. Komanda üzvləri ümumi məqsədi varsa, ümumi məqsədə görə onlar araşdırma aparmalıdırlar. Komandanın xeyri üçün çalışmalıdırlar. Sonra fərdi nitqlərini araşdırdılar. Mövzu ilə bağlı siz mövzunu araşdırdınız. Araşdırandan sonra siz mövzu ilə bağlı öz fərdi nitqinizi yazmalısınız. Vaxt verilməlidir. Qrupda deyək ki, 5 nəfər uşaqlar, 5-nə də vaxt verilməlidir. Uşaqların ümumiyyətlə hamısına vaxt verilməlidir. Hər biri fərdi nitq yazmalıdır. Elə ki, beyin həmləsi edərək özləri mövzu ilə bağlı öz fikirlərini qeyd edirlər. Qeyd etdikdən sonra onlar bir-birlərinə fikri bir yerə yığdıqdan sonra bir qərara gəlirlər. Bununla bağlı bir qərara gəlirlər, ən səmərəli fikri seçirlər. Bu da uşaqda tənqidi təfəkkürü inkişaf elətdirir. Sonra sübutları təhlil edirlər. Sonra onlar demək olar ki, faktlarla məsələn nitq yazmışdılar, müəllimlər hansı ki arqumentlər, sübutlar yazmışdılar. Yəni bu əgər məsələn tutalım ki,
Məsələn, uşaqlar hər hansı bir faktı ortaya qoyurlarsa, bu fakta əgər onlar arqument və əsaslandırma gətirə bilmirlərsə, bu artıq debat üsulunun elə bil ki, tam şəkildə reallaşdırılmaması deməkdir. Uşaqlar hansı ki, belə deyək ki, faktı əsaslandırıb ona arqument gətirə bilirlərsə, fikir ortaya qoya bilirlərsə, o halda qalxıb nəsə bir fikir irəli sürə bilər komanda adından. Yox, əgər yoxdursa, bu debat üsulunun imkanları xaricindədir. Debat demək olar ki, yarışa belə deyək ki, yarışına bir hazırlaşmaq üçün sübut toplamağı bacarmaq lazımdır müəllimlər. Sübut toplamağı, sübut gətirmək və buna indi könül müəllimə üçün yəni belə deyək ki, sertifikasiyada düşmür. Burada indi hazırda müasir biz keçirik. Təfəkkürün əvvəl məntiqi tənqidi yaradıcı təfəkkür keçirdik. İndi əlavə 4 dənə təfəkkür növü əlavə olunur. Bu analitik təfəkkürdə var idi də, sübut gətirmək. Səbəb nəticəni müəyyən o eləyəndən sonra sübut gətirirdi. Ən sonunda alternativ izahlar verilirdi. Yəni burada sübut gətirmək mütləq şəkildə olmalıdır. Sübut yoxdursa o fikir ifadə olunmamalıdır. Sonra hər iki tərəf arqumentlər gətirməlidir. Hər komanda təsdiq və təkzib arqumentləri mütləq şəkildə deməlidir və eyni zamanda bunlar mövzu daxilində danışdığına görə bir mövzu, bir yəni qrup digər qrupun mövzu ilə bağlı hansı fikir deyəcəyini belə deyək ki, belə deyim ki, proqnozlaşdırmalıdır beynindəki. Proqnozlaşdırmalıdır beynində ki, hə, qarşı tərəf bu fikri deyəcək, bu fikri söyləyəcək. Bax elə bir beynində fikir formalaşdırmalıdır. Və yəni proqnozlaşdırmalıdır. Yəni ümumiyyətlə əgər uşağın debatla bağlı bir təcrübəsi yoxdursa, debat iş üsulundan istifadə eləyən, yəni şəxslərlə, yəni belə deyək ki, məlumatı olan şəxslərlə bunu araşdırmalıdır. Sonra müəllimlər, demək təqdimat hazırlamaq. Əgər şagirdlər deyir debat təcrübəsi yoxdursa, ilk addım olaraq təbii ki, müəllim buna kömək etməlidir. Orda şagirdlərə izah etmək lazımdır ki, komanda üzvləri hər biri öz nitqlərini yazmalıdırlar və çıxışa hazır, uyğun şəkildə, belə deyək ki, hazırlaşma uğurlu olmasına ötəri bax biz burada dedik fərdi nitqlər yazmaq. Hər kəs öz fikrini yazır. Hər kəs öz fikrini yazandan sonra təqdimat olmalıdır axı. O təqdimatda o fikirlərdən ən uyğun olanı seçilir, təqdimat formasında hazırlanır. Təqdimat formasında hazırlananda qrup lideri onu qarşı tərəfə əks arqument olaraq o fikri səsləndirir. Belə müəllimlər debat üsulu barədə də bu qədər. Dərsimiz çox davam elədi. Çox davam elədi. Əslində mən digər üsulu da keçmək istəyərdim. Amma təbii ki, indi vaxtımız görək saat neçədir? Vaxtımız artıq bir yarım saat da keçib. Belə. Sizin nə sualınız var müəllimlər? Kimin nə sualı var? Desin. Aha, sualınız yoxdursa, dərsi yekunlaşdıraq. Sağ olun, salamat qalın. Anladım. Sağ olun. Amma izahları diqqətlə dinləyin, diqqətli şəkildə oxuyun. Yani her açıdan okuyorum. Necə? Her